Gəldim, çıxdım Berlinə. Hal-hazırda Berlindəyəm. Bura Berlinin mərkəzidir. Şəhər çox gözəldir. Binalar arasında məsafə çox böyükdür və gəziləcək, görüləcək yerlər çoxdur. Baxdım ki, piyada gedib çatdırmaq mümkün deyil. 10 kilometrə yaxındır. Gedirəm. Hələ heç bir şey görə bilməmişəm. Bakıda hər şey bilirsiniz ki, bir-birinə yaxındır. Burada bir-birindən çox aralıdırlar. Binalar arasındakı məsafəyə baxın, görün nə qədərdir. Baxın, bu qədər məsafədə Bakıda binalar tikirlər, iki dənə binanın arasında. Ona görə ən ucuz nəqliyyat vasitəsi Boltun skuteri götürmüşəm. Taksi ilə oteldən baxdım ki, 6 kilometr məsafə 20 avro yazır. Skuter götürdüm, başladım bütün şəhəri skuterlə gəzməyə. Skuterin də dəqiqəsi 0.3 avro. İş məqsədiylə gəldiyim üçün enerjimi velosipedlə piyada gəzib sərf eləmək istəmirəm. Çünki düzdür, gündə 20 kilometr gəzirəm, amma enerji lazımdır. Ona görə skuter götürmüşəm, skuterlə gəzəcəm.